Uşaqlar oturun dərsə. Canlılar öldükdə onların yumşaq toxumları həm əsəb mühitin, həm də bakteriyaların təsiri ilə qısa müddətdə çürüyür. Dişlər, sümüklər və qabıq kimi bərk toxumalar isə uzun müddət dəyişmədən qalır. Kifayət qədər vaxt keçdikdən sonra bərk toxumalarda müxtəlif çevrilmələrə məruz qalır və fosilləri əmələ gətirir. Ay sağ ol. Başa düşdün mü nə deyir? Nə deyir? De görüm. Müəllimə deyir ki, fosillər milyon illər 94. Müəllimə, milyon il bundan əvvəl yaşamış bitki heyvanların qarıqlarıdır, fosil. Müəllimə, mən canlılar öldükdən Bir dəqiqə qoy görüm nə deyir Aydəniz. Nədir Aydəniz? Bir də kitabımı gətirə bilərəm. Nədir? Deyir kitabımı gətirim. Tamam, gətir. Gətirə bilərəm. Gətir. O birisi uşaqları da çağır. Emini çağır ay. Fəridi çağır ay. Şəms çağır görək bax. Müəlliməm. Çağır gəlsin. Özü dedim ki, bax dərsə gələrsən. Görürsən mi? Uğur görək indi sən sualların neçəsini yazacaqsan? Müəllimə. Görüm neçə dənə sual yazacaqsan? Bax belə əgər yayda dərsə hamısını yazdım. İnşallah hamımız yazacaqsınız. Əgər yayda nədir Uğur? Yayda dərsdə disiplinalı olmazsan götürməyəcəm. Vaxtında hamı kimi dərsə gələrsən, oturarsan, anda 7-ci sinifə gedəndə hamıdan savadlı olacaqsan. Yoxsa belə əhlikef hərəkət eləsən olmayacaq. Görsən bir dənə tələbəm var idi, heç onu çıxartdım, saxlamadım. Gəldin mi Dəniz? Oxu. Deməli nə olur? Başa sal görək, səndən sonra uşaqlar deyər. Müəllimə, fosillər milyon il əvvəl heyvan və bitki qalıqlarıdır. Yaşamış heyvan və bitki qalıqlarıdır. Canlılar öldükdə onların yumşaq toxumaları həm əsəb mühitin, həm də bakteriyanın təsiri ilə qısa müddətdə çürüyür. Yəni müəllimə, canlılar öldükdən sonra onların bədəni çürüyür. Yox, onların təf toxumalarının bir də ki, mühitin köməyi ilə onun bədəni çürüyür. Deməli uşaqlar, bax qulaq. Qədimdən qalan bir qəbir açırlar, bir yer açırlar. Görürsən nə olur? Sümükləri qalır, sümüklərini tapırlar. Başqa yerlərini tapırlar ki, hamısı çürüyür. Bax, indi bütün canlılar elədir. Bütün o bitkilərdir, heyvanlardır. Onlar hamısı çürüyürlər. O bitkilərdə də, heyvanlarda da. Bitkilərdə də bəzən daşlaşma gedir. Görürsən ki, onun bəzi orqanlarında daşlaşma gedir o bitkilərdə. Amma əksər heyvanların əvvəlcə bədəninin yumşaq toxumaları, yəni əzəllərdir, başqa yerlərdir, onlar çürüyür. Orqanizmlər tərəfindən axı biz keçdik ona, produsentlər keçdik, ondan sonra redusentlər keçdik. O bəzi mikroorqanizmlər, torpaqdakılar onu çürüdürlər. Uşaqlar üzünüzü açın. Dəniz, Uğur, açın üzünüzü. Onlar onu çürüdürlər. Onlar çürütdüyünə görə də sümük qalır. O sümüklər, o birisilər ən əvvəl əzəlləri gedir, bədən hissələri, axırda bir də nəyə qalır? Sümüklər qalır. Uzun müddət sümük qalır. Dişlər, sümüklər və qabıq kimi bərk toxumalar isə uzun müddət dəyişmədən qala bilirlər. Bunu biz görmüşük. Kifayət qədər vaxt keçdikdən sonra isə bərk toxumalarda müxtəlif çevrilmələrə məruz qalır. Yəni müəyyən müddətdən sonra artıq onlar da dəyişir. Sümük kimi qalmır və fosillər əmələ gətirir. Başa düşdünüz? Əvvəlcə bədənin əti, əzəlləri çürüyür, sonra da sümüklər, sonra da onlar hamısı dəyişir olur, fosillərə çevrilir. İndi oxu görək bu tərəfdə nə deyir? Uzun illər yerin dərin qatlarında toplanan fosillər istilik və üst qatların ağırlığının təsiri ilə neft və təbii qaza çevrilib. Fosillərdən yerin mərkəzi, uşaqlar, yerin mərkəzi temperaturu yüksəkdir. Məsələn, mən Sokarda işləmişəm. Sokarda mən gördüm ki, məsələn, yerin dərinliklərindən 3000-4000 metr dərinliyindən quyulardan neft, qaz, su qarışıq gəlir, sonra gedib onu təmizlərdi. Əlini turbalara vururdun, quyruğun ağzı qap-qaynar olurdu. Təsəvvürsüz,
yer dərinliyindən gələn qaynar olur. Vulkan püskürür. Vulkan nətər olur? Yerin mərkəzindəki o isti lavadır, çıxır üzə. Yer kürəsi əvvəlcə isti olur, baxın, yavaş-yavaş üstü soyuyur. İndi ona görə də uşaqlar, bax o fosillər ki var, o fosillər aşağıdan istilik vurur, yuxarıdan da gör nə qədər torpağın üstü örtülür gəlibdir. Basır, pres edib altda. Başa düşdünüz? Sıxıb. Beləcə sıxıb. Başa düşdünüz? Orada qaz əmələ gəlib, orada neft əmələ gəlib. Bax o presin altıdan istilik, üstündən də o ağırlıq bu boyda neçə 2000-3000 metr dərinlikdə ağırlıq basıb onu eləyib, neft qaz yataqları. Oxuyun Dorian. Fosillərdən yarandığına görə neft, təbii qaz və daş kömürləri həm də fosil yanacaqlar deyilir. Ay sağ ol. Fosillərdən yarandığına görə neft, qaz və daş kömürə həm də fosil yanacaqları deyirlər. Buna həm adına deyirlər neft, həm deyirlər qaz, həm də deyirlər daş kömür, həm də bunlar deyirlər ümumi hamısının adını qoyurlar fosil yanacağı. Başa düşdünüz? İndi şəkillərin altını oxu görüm. Dəniz, orada şəkillərin altında nə deyir? Şəkillərin altını oxu. Sən oxu görüm, oxur dərs. Şəkillərin altını düzgün oxu, hərfləri yemə. Məhv olmuş bitki və heyvanların qalıqları okean dibində toplanır. Bax, burada gördünüz, burada şeylər var. Bax, buradakı dənizin dibindəki heyvanlar. Onları məhv olandan sonra qalıqlar ilə dənizin dibinə çökür. Sonra? Vaxt keçdikcə bitki və heyvan qalıqları qum və lil qatları ilə örtülür. Aysa bir müddətdən sonra onun üstünündə qumla lil örtür. Ona görə görürsən dənizdə də quyular olur. Sonra? Lil və qumla örtülən qalıqlar milyonlarla il ərzində neft və təbii qaza çevrilir. Gördünüz? Örtülür. Axırda həmən oradakı o heyvan qalıqları, bitki qalıqlarının hamısı nə olur? Çevrilir, üstü neft və qaza çevrilir. Sonra? İnsanlar dəniz və okeanlardakı neft və qaz çıxararaq istifadə edirlər. Bax, orada qaz nədir, neft nədir? İşarəsinə baxın uşaqlar, gördünüz? Qaz göydü, neftdəki, altındakı qara, içindəki qara. Başa düşdünüz uşaqlar? İndi altını oxu görüm ay dəniz, nə deyir altında? Mən bir dəqiqə gəlib gələ bilərəm. Get gəl, dənizdən oxu. Dəniz 95-də oxu aşağıdakı daş kömür isə bitki qalıqlarının. Daş kömür isə bitki qalıqlarını istilik və üst qatlarının ağırlığını təsir ilə bataqlıq ərazilərdə fosilleşmiş nəticəsində yaranır. Fosilleşməsi nəticəsində yaranır. Yanacaqlar kimyəvi yanacaqlar kimyəvi enerji mənbələrindən onlar yanarkən kimyəvi enerji istilik və işıq enerjisinə çevrilir. Bəli. 20-ci əsrin əvvəllərində yanacaq kimi odun və daş kömüründən istifadə edilirdi. Hazırda isə daha çox neft və təbii qazdan istifadə olunur. Fosil yanacaqların yaranması prosesi indi də devam edir. Ancaq müəyyən zamanda insanlar tərəfindən istifadə olunan fosil yanacağının miqdarı bu müddətdə təbiətdə yaranan fosil yanacağının miqdarından dəfələrlə çoxdur. Buna görə də fosil yanacaqlar gələcəkdə tükənmə ehtimalı var və bu yanacaqlar bərpa olunmayan enerji mənbələr adlandırılır. Dayan. Bax, indi gəldik, keçdik. Burada nədən danışdı? Daş kömürdən danışdı. Nefti qazı dedi. Bu nefti qazı dedi ki, uşaqlar, burada bitki və canlılardır. Yaşamış canlılardır. Başa düşdünüzmü? İndi burada deyir ki, daş kömür də böyük bitkilər olub. Bitkilər deyil, belə balaca bitkilər olmayıb. Böyük bitkilər olub. Belə xırda-mırda bitkilər deyil. Qıcı kimi bitkilər olub. O dinozavrların vaxtında. Böyük yarpaqlı, enli yarpaqlı bitkilər olubdur. Həmən o bitkilər istilik, aşağıdan istilik vurur, üstündən də gənə ağırlıq vurur. Bu ağırlığın nəticəsində
Bunlar o bataqlıq ərazilərdə içində qazlaşma gedibdir, içində elə bil ki, daş kömür yaranıb, basılıb o pres ağırlaşıb, gəlib onlara deyir, fosilləşmə nəticəsində yaranıbdır. Bu yanacaq kimi enerji mənbəyidir. Yəni daş kömürdə, yəni uşaqlar, mən balaca uşaq vaxtında olanda gətirirdilər, tökülürdülər, məsələn məktəblərdə peçin içinə tökürdülər, peçin içində gül yanırdı, istidən durulası olmur. Həmin onlar yanacaqlar kimi kimyəvi enerji mənbəyidir. Enerji. Keçəcəksiniz indi fizikadan. Onlar yanarkən kimyəvi enerjiləri istilik və işıq enerjisinə çevrilir. Onlar yanarkən kimyəvi enerjiləri istilik və işıq enerjisinə çevrilir. Həm də elə bil ki, o ocaq işıqlı olur. Başa düşdünüz? Həm isti olur, adam isinir onun yanında. Həm də elə bil ki, ocaq işıq saçır. Həmən o kimyəvi enerji, işıq və uşaqların onun altından xətt çəkin. Yanarkən bax bura yazın ki, daş kömür sözünü yazın yuxarıda. Aşağıda da yazın ki, onlar yanarkən kimyəvi enerjini istilik və işıq enerjisinə çevirirlər. Başa düşdünüzmü? Ha? Sonra yersən, ay dəniz, alma vaxtı deyil. 20-ci əsrin əvvəllərində, az da olsa 5-10 dəqiqə vaxtımız var. 20-ci əsrin əvvəllərində yanacaq kimi odun və daş kömürdən istifadə edirlər. Deməli, əvvəlcə uşaqlar yanacaq və daş kömürdən istifadə edirlər. Sonra elə dünyada ilk neft quyusu Azərbaycanda qazılır, Bakıda qazılır. Onda elə təsəvvür elə, elə tökülür, dağılırdı. İndiki kimi deyil idi ki, elə bir təsəvvür elə ki, daşırdı. Bizdə mən Bahar Enerji adına şirkət var idi. Mən orada işləyəndə o dəfə bir də məndən qabağın söhbəti. O dəfə bir dəfə o qədər yüksək təzyiq vardı. Partladı orada belə quyu var idi. Quyunun fişkası bax belə əyilmişdi, yanıb əyilmişdi. O qədər enerji vardı. Öz əvvəllər neft çıxartmaq üçün qazı göyə sorurdular. O qədər yersiz işlərlə məşğul olurlar. Deməli, deyək ki, 20-ci əsrin əvvəllərində yanacaq kimi odun, daş kömürdən istifadə olunurdu. Odunla daş kömürdən. Amma indi nədən istifadə olunur? Hal-hazırda neft və təbii qazdan istifadə olunur. Fosil yanacaqların yaranması prosesi indi də davam edir. İndi də davam edir. Yerin alt qatında elə o davam edir. Ancaq müəyyən zamandan sonra bunlar tükənəcək. Çünki insanlar istifadə edirlər və tükənəcək. Deməli, uşaqlar fosil yanacağı haqqında nə oxuduq, nə bildik? Milyonlarla il əvvəl bulunan bitkilərin, canlıların, bura bax, şəms. Milyonlarla il bundan əvvəl canlıların, bitkilərin, eşidirsən, qulaq as, dəniz. Mən burada özümü öldürürəm, sən burada başqa reaksiyalar edirsən. Dərsə qulaq as. Get, monitoringi ver, ondan sonra nə qədər istəyirsən oyna. Hə. Bunlar deməli nə eləyiblər? Yanında duran sənə müşahidə eləməsin. Şəms. Bax, dərsdəyik. Keçmərəm axı. Başa düşürsən, gedib oturub dincələrəm. Mənim dərs vaxtım deyil ki. Sizə hasant gəlməsin. Bax, oturur, görünücü saatımı. Nəvəmin yanına getmədim. Heç nə eləmədim, oturub sizdən məşğul olurum. Ən azından dəyərləndirin. Bunlar nə edir? Əvvəlcə onun əzələləri mikroorqanizm tərəfindən çürülür, yoxa çıxır, çürüyür. Ondan sonra da onun dalından sümükləri qalır. Bir müddətdən sonra aşağıdan vuran istilik, yerin mərkəzindən gələn istilik, yuxarıdan gələn baskı onları nə edir? Onları fosil yanacaqlarına çevirir. Onlar da başlayırlar, nə yaranır? Nə yaranır, ay sevinç? Onlar da başlayır, sevinçdir, ay şəmsinə yaranır orada. Təbii neft, qaz, fosil yanacaqlar əmələ gəlir. Bax, bu bir şeydir, canlıların çürüyüb, çürüntüsündən altdan istiliyin, üstəndəki ağır baskıdan əmələ gələn yanacaq növüdür. Neft, qaz, bir də ki, daş kömür. Amma indi deyir ki, daş kömür birdən əsas bitkilər olur. O bitkilərin məhv olmasından sonra yaranır. Onu da yenə altından istilik vurur, üstündən də bir çox torpaq qatı bastığına görə orada o daş kömür yanacağı əmələ gəlir. Daş kömür yanacağı da nədir? Kimyəvi enerjinin istilik və işıq enerjisinə çevrilməsidir. Daş kömür yanacaqda onun istifadəsi zamanı kimyəvi enerji nəyə çevrilir? İstilik və işıq enerjisinə çevrilir. Bunu keçdik uşaqlar. Axırda da gəlir deyir ki, bir müddətdən sonra bu yanacaq tükənəcəkdir.
Bu həmişə gedən deyil. Başa düşdünüz? Əvvəlcə daş kömürdən istifadə ediblər insanlar. Sonra da neft qazdan istifadə edilir. Bu qədər. Görək yanma prosesi nədir? Uşaqlar, bu yanma prosesinə baxaq, görək yanma prosesi nədir? Deyir ki, istiliyin təsiri ilə maddələrin kimyəvi çevrilməsidir. Yəni, bir istilik olanda, uşaqlar, ocağa yemək qoyursunuz, bir müddətdən sonra başınız qarşında, mən dərs demişəm, bir də görürüm ki, yemək kömürə dönür. Başım qarşıb görürüm ki, yemək yanıb. Başa düşünürmü? Bax, bu kimyəvi prosesdir. Burada yanıb tərkibi tamamilə dəyişir. Yanma prosesinə baş verməsi üçün oksigen qazı istilik və yanacaq birlikdə mövcud olur. Deməli, nə, uşaqlar? Oksigen qazı 1, istilik 2, bir də yanacaq 3. Bax, qazın üstünə qoyursan, orada istilik gəlir, eşidirsən uşaqlar. Bir də orada ocaq yanır, bir də ki, havada oksigen var. O içi birləşir, o yeməyi yandırır. Başa düşdünüz? Oksigen qazı, başa düşdünüz, istilik, bir də yanacaq. İstilik olmalıdır, yanacaq olmalıdır. Yanan kimi havadakı oksigendən yanır o. Bir də orada istilik yanır, istilik də onu yandırır. Bax, belə bir proses gedir. Bu üç amil birlikdə yanğın üçbucağı adlanır. Uşaqlar, yanğın üçbucağı nə deyildi? De görüm, Ayşəmiz səndən sonra uşaqlar desin. Mən yanaq üçbucağı deyim, nədir? Mənə içində olur oksigen, istiliyi yanacaq. Ayşə, buna deyirlər yanğın üçbucağı. Dəniz, sən git de görüm, nə oldu? Sen de görüm ay Uğur. Ne oldu bu yanğın üçbucağı nədir? Mən səhifə 100-də. Səhifə o 97-dir. Sən mən niyə soruşmursan ki, ay müəllim oxuyursan, hardan oxuyursan? Ha, mən hələ də məktəb qutardı sizi, bax, bəzi şeylər öyrədə bilmədim. Mən karbon qazı. Ha, qardaş, nə karbon qazı? 97-də yanma məsələsi var. Oxun aşağıdakı abzas. Mən oksigen, istilik, yanacaq. Üçü bir yerdə nə adlandı? Mən üçü bir yerində müəllim. Ona neydi? Nəydi orada yazılıb qara hərflə? Oxu altda. Fosil yanacaqlar və qlobal istiləşmə. Ha, qaç sənin. Oxu, yox. Yanğın üçbucağı. Dəniz, sən hara getdin? Gənə başladın mı? Axır yaxda düzəlmişdin, gənə başladın. Oxu görüm nədir yanğın üçbucağı? Mənim yanğın istiliyin təsirinə maddələrin kimyəvi çevrilməsi, yanğın prosesinə baş verməsi oksigen qazı, istilik və yanacaq birlikdə mövcud olmalıdır. Bu üç amil birlikdən yanğın üçbucağı da adlanır. Başa düşdü ki, nədir yanğın üçbucağı nədir? Mənim yanğın üçbucağı oksigen qazı, istilik və yanacaq. Ocağın altını yandırdın. Bu yanma. Orada yananda ne yaranır? İstilik. Bir de o yanması için oksigen lazımdır ki o yansın. Başa düşdü? Buna deyirlər yanma üçbucağı. Görürsən orada göstərir. Oksigen, istilik, yanacaq. Gördün? Havada oksigen var. Pişkanı çəkirsən. Burada da ki yan. Odun yan. Məsələn, oksigen olan mühitdə təbii qaza yanan kibrit çöpü yaxınlaşdırsa təbii qaz yanmağa başlayacaq. Bu zaman təbii qazın tərkibindəki metan qazı kimyəvi çevrilməyə məruz qalır. Bu metan qazıdır. Başa düşün uşaqlar. Onun iyisi olmur. Onu heç besəlini iyi vururlar ki, adamı zəhərliyib öldürər. Qaz açıq qalanda bilərsən. Yoxsa onu bilə bilməzsən adam ölər. Çevrilmə nəticəsində karbon qazı və su buxarı əmələ gəlir. Eləcə də enerji ayrılır. Başa düşdünüz? Bax, burada baxın, gör, burada nə şəkli çəkib uşaqlar. Bax, bu kimyəvi cəhətdə metan qazıdır. Gördünüz? Ortasında bir dənə açıq qara rəng, daha açıq rəngli 4 dənə də molekul. Bu da oksigenin molekuludur. Bax, 2 dənə oksigen molekulu. Burada bir dənə yarandı karbon qazı. Fikir verdiniz.
bir də su. Fikir verdiniz? Ha. Deyir ki, uşaqlar, istilik və burada da bir də istilik yarandı, bir də işıq yarandı. Bu reaksiyanı kim deyər mənə? Bu sözü oxuyun görüm. Ya, sən oxu Şəmsi, səndən sonra uşaqlar oxusun. Bir dəqiqə. Hə. Müəllimə. 8-də. 98-də. Bəli. Müəllimə, metan üstə gəl oksigen o. Oksigen o yazmır. Metan üstə gələk oksigen. Metan üstə gəl oksigen. Aha. Müəllimə, olur karbon qazı üstə gəl su. Üstə gəldi istilik və işıq enerjisi. Ay, o aralanır. Bir də bunlar gəlir. Gəlir karbon qazı, bir də su. Bax, bu reaksiyadır. Deyə yanma prosesi nəticəsində ayrılan istiliyin bir hissəsi yanğının davam etməsinə səbəb olur. Başa düşdünüz? Orada istilik yaranır ha. Onun bir hissəsi təzədən yanmaya səbəb olur. Qalan hissəsi ətrafa ötürür. Oxu görüm Şəms, oxu bunu. Yanma prosesi. Yanma prosesi nəticəsində ayrılan istiliyin bir hissəsi yanğına davam etməsinə səbəb olur. Qalan hissəsi isə ətraf mühitə ötürülür. Bəli, bir hissəsi qayda o yanmaya səbəb olur, bir hissəsi də ətraf ötürülür. Aşağı yoxdur. Yanma prosesinin baş verməsi üçün lazım olan oksigen qazı istilik və yanacaqdan hər hansı biri yanma prosesindən kənarlaşdırılır. Yanğın sönən məsbəq yanan qazı bağladıqda alın sönür. Bunun səbəbi prosesin davam etməsi üçün yanacağın olmamasıdır. Sənin yanında kim varsa onu alal oradan. Kim varsa yanında alala. Bəlkə mamanı çağırırsan. Yox, xeyr, mənim getdi. Yanma prosesinin baş verməməsi üçün 3 amildən birini ləğv eləməlisən. Məsələn, ya oksigeni ləğv eləyirsən, yanan yerin üstünü basırırsan, məsəl üçün. Ya da ki, məsələn, ruçkanı bağlayırsan, qazın getməsi kəsilir, başa düşürsən. Ona görə də bu 3 dənə prosesdən birini eləyirsən ki, yanğın sönsün. Yanğının üzərinə su tökdükdə yanğının sönməsinə səbəb isə su hissələrin soymasıdır. İsti hissələrin soymasıdır. Ocağın üstünə yanğın örtüyü çəkdikdə oksigenin prosesdə iştirakının qarşısı alınır. Yanğın sönür. Yanğın örtükləri oda davamlı materiallardan hazırlanır. Əsasən məişətdə baş verən yanğınları söndürmək üçün istifadə olunur. Deməli, nə edirsən? Ya üstünə su tökürsən, o yanan ocaqlar soyuyur, onda keçir. Ya da ki, üstünü bir örtü ilə örtürsən, o da davamlı. O da qoymur orada oksigen olmağa. Başa düşdün? Yəni, o 3 dənə amildən ləğv eləyirsən bəzilərini. Üçündən elə hansı birini ləğv eləyirsən, ocaq yanması gedir. Nədir? O üstünü o nədir onun adı? Yağın örtüyü qoyursan, o yanmaz. Deyək ki, o da davamlı olur oxu. Yanmayan materialdan. O yanmayan materialdan hazır. Bir də olsa da onu basırırsan, basıranda oksigeni qoymur ona getməyə. Başa düşdün? Bağlayır. Başa düşdün? Hə. Kimsə nəsə deyir, başa düşmədi. Mümkünsə təzdən yaza bilərsiniz. Bilmədim axı nə deyirsiniz. Bilmirəm nəsə deyir. Nəysə bilmədim. Nəsə deyir, başa düşə bilmirəm. Yanğını söndürmək üçün daha çox yanğın söndürmə balonlarından istifadə edilir. Bəzən yanğın söndürmə balonlarına karbon qazı doldururlar. Yanğın püskürülərkən karbon qazı havanın ağır olduğu üçün örtü kimi yanğın üstünə örtülür və onun oksigenlə təmasını qazır. Deyir, zəng etmək istədim sizə. Eləyə bilərsiniz də 077 724 1295. Ekranda yazılıbdır. Bilmirəm, kimsə yay məktəbinə bəlkə nəyə görə seçdi? 077 724 1295. Zəng eləyə bilərsiniz. Ya da şeyə yazın da, mesaj yazın. Orada burada mesaj yazmaq olur. Deməli, uşaqlar karbon qazından istifadə edirlər. Görsən ki, qırmızı balonlar olur hər yerdə. Onu püskürən kimi o zəng eləyə bilərsiniz. Ayın 1-dən qeydiyyatlarımız başlayır.
deməli nədir? Deməli onun üstündə deməli yanğını söndürmək üçün nə edirsən? Birinci su tökə bilərsən üstündə, ikinci yanğını o da davamlı parça tullaya bilərsən, ruçkanı söndürə bilərsən, aynaları açırsan, orada çox şeylər var. Biologiya narahat edim. Əlaqə saxlayarsınız, deyərsiniz, telefonla indi danışarsınız. Burada ondan sonra nələr elənir? Birinci su tökülür. İkinci su tökəndə oradakı qızmış hissələr soyuyur, o sönməsinə səbəb olur. İkinci o da davamlı bir material tulluyurlar üstünə, oksigenin təmasını saxlayır. Üçüncü karbon qazından olan balonlar olur. O nə edirlər? O da ağır olduğu üçün basır qoymur onların deməli o da davamlı olur, o da qoymur. O da qoymur ki, ocaq yansın. Başa düşdünüz uşaqlar? Bu parametrləri bilmək lazımdır. Sonra gəldik buna. Artıq oksigen təmin olunmadığı üçün yanma prosesi dayanır, ocaq sönür. Siz fəaliyyət zamanı şamı söndürmək üçün çay sodasının mətbəx sirkəsi ilə qarışdırılması nəticəsində alınan karbon qazından istifadə edirsiniz. Hazırda yanğına yaxınlaşdıran kimi söndürmək üçün karbon qazı doldurulmuş balaca yanğın söndürənlə toplandığından istifadə olunur. Burada fərqli-fərqli yanaşmalar deyirlər. Elə də bir böyük bir çətin dərs deyil. Sadəcə olaraq indi yanğını söndürməkdən danışır. Yanğını söndürmək nə deməkdir? Yəni dedi bir-bir. Yəni Allah eləməmiş qarşılaşsanız belə hadisələr birbaşa eləməlisiniz. Pəncərələri açmalısınız, üstə soyuq su tökməlisiniz. Sonra bu cür vasitələrdən geniş istifadə eləmək olar. Karbon qazı olan balonlardan püskürməlisiniz. Ona görə bu təhlükələri bilmək lazımdır. Təbiətdə karbon dövranı. Uşaqlar bunu oxuyaq ki, bunlar hasad dərsdir. Elə də bir çətin dərslər deyil ki. Mən də gəlib bundan düşməyəcək, amma biz oxuyaq. Yenə də. Oxu görün bunu təbiətdə. Şəmsdən başla, səndən sonra uşaqlar oxuyar. Bir dəqiqə. Bir dəqiqə. Yer kürəsi atmosfer adlanan hava təbəqəsi ilə əhatə olunub. Düz oxuyuram. Oxu. Bu hava təbəqəsini Ay balam, oxu, izah ver. Hara gedirsən? Bir izah verə-verə git. Müəllimə, yer kürəsi atmosfer adlanan hava təbəqəsi ilə əhatə olunub. Yəni hər tərəfimiz havadır. Yer kürəsi, kürənin hər tərəfi havadır. Aha. Bəli. Bu hava təbəqəsi olmasa canlılar mövcud ola bilməz. Yəni atmosfer olmasa canlılar yaşayır, nəfəs, oksigen ala bilməz. Bax, bizdən başqa planetlər var. Onların atmosferi mövcud olmadığı üçün onların canlı həyat yoxdur. Başa düşürsünüz? Atmosfer vacibdir. Yer kürəsini bir çox bəlalardan qoruyur. Canlılar üçün də xüsusi lazımdır. Sonra hava müxtəlif qazlardan ibarət qarışıqdır. Tərkibində azot və oksigen üstünlüyü təşkil edir. Aha. Ən çox deməli nə var? Tərkibində azot və oksigen olur. Ay, sağ ol. 70 neçə faiz azotdur, karbon da az miqdardadır. 71%-ə yaxın. Aha, de görüm. Göstərdin, orada faizini göstər, bax gör nə qədərdir. Baxın 78%. 21%-dir, azot da 78%. Ay, sağ ol. Bax fikir verin, 78%-dir. Qalanlara da başqa qazlar var. 2%-də başqa qazlar. Ay, sağ ol, hə. Oxuyuram. Havadakı digər... Deyək, uşaqlar sonra deyərlər. Deyək. Havadakı digər qazların karbon qazı, su buxarı və s. miqdarı çox azdır. Yəni, müəllimə, daha çox azotla oksigen üstünlüyü təşkil edir də, onlar bir azdır olmuşsun. Aha, sonra. Sonra. Havadakı hər qazın əhəmiyyəti var. Məsələn, canlılar havada olan oksigenlə tənəvvüz edir. Karbon qazı ilə fotosintez prosesi üçün vacibdir. Aha.
Havada azot olmasa idi, Aha. oksigen miqdarı çox olardı. Nəticədə yanğınlar daha şiddətli şəkildə baş verərdi. Başa düşdünüz uşaqlar? Niyə oksigen çox olmamalıdır, hə? Oksigen çox olsa Bəli. daha tez yanma daha sürətlə gedərdi. Aha ki, oxu görək. Buraya qədər nə oxudun? De görüm ay Şəms, buraya qədər nə oxudun? Müəllimə, burada deyir ki, yer kürəsi atmosfer adlanan hava ilə örtülübdür. Müəllimə, yer kürəsində azotla oksigen daha çoxdur. Müəllimə, bax, havadakı digər qazların karbon qazı buxarı az təşkil edir. Müəllimə, havadakı hər qazın əhəmiyyəti var. Məsələn, oksigen qazı Çox olarsa canlıları hava ilə təmin edir. Karbon qazı isə fotosintez prosesi yaradır. Müəllimə, amma əgər oksigen çox olsa yanma prosesi, şiddətli yanğınlar olar. bəli. Sən başa düşdünmü? Sən ondan Uğur deyə bilərsən onun dediklərini? Müəllimə. Onun dediklərini deyə bilərsənmi? Kitaba baxa deyək. Mən orada demək istəyir ki, yer kürəsinin atmosferində hava təbəqəsi ilə əhatə olunub. Və bu təbəqədə canlılar mövcud ola bilməz. Havada hava digər qazlara üstündür. Mən burada karbon qazı, su buxarı və s. miqdarı çox azdır. Hə, oxu, o dalını da deyir. Kitaba baxa dedi. Səhv birdən yanlış sözün olmasın. Dəniz düzəld ekranına. Dalını da oxu. Tamam. Arxasını da oxu. Havadakı hər qazın Havadakı hər qazın əhəmiyyəti var. Məsələn, canlılar havada olan oksigenlərdən tənəffüs edir. Karbon qazı isə fotosintez prosesi üçün vacibdir. Mən burada demək istəyir ki, havadakı hər qazı əhəmiyyəti var. Məsələn, canlılar isə oksigenlə tənəffüs edir. Hə, oksigen çox olarsa nə olar? Oxu orada cümləni oxu. Və oksigen karbon qazı isə fotosintez prosesi üçün vacibdir. Fotosintez prosesi üçün vacibdir. Amma oksigen qazı çox olarsa çoxlu meşələr yanar, yanğın hadisəsi çox olar. Ona görə o 21% daha yaxşıdır ki, orada yanğın prosesi çox sürətli olur. Yoxsa meşələr çox sürətlə yanar. Biraz yanğın olan kimi dünya aləmin başına götürər yanğın. Başa düşdünmü? Oxu ondan sonra ay Şəms, oxu. Bəli. Karbon atmosferi canlı orqanizmlər və torpaq arasında dövr edir. Bu proses təbiətdə karbon dövranı adlanır. Karbon dövranı bir də görək nə deyir orada? Müəllimə deyir ki, karbon atmosfer canlı orqanizmlər və torpaq arasında dövr edir. Bu prosesdə təbiətdə karbon dövranı adlanır. O şəkillər nə var orada? Şəkillərimi başa sal görüm nədir orada, nə yazır o şəkillərdə? Birinci şəkildə. Aha. Müəllimə, birinci günəş işığıdır. Mən günəş işığı ilə oksigen, bitkinin müəllimə, canlılar Şəms. Bəli. Bax, günəş işığı, karbon, görsən, minerallar bir tərəfdədir. Gördün mü? Hamısı bir tərəfdədir. Bir də su. Bax, yazırsan günəş işığı 1, üstünə yaz 1. Karbon qazı 2, minerallar 3. Bax, burada su da var 4. 4 dənəsi yarpaqda fotosintez prosesi gedir. Görürsən, oradan alınır nə? Oksigen yaz -1, glikoza müsbət 1 oksigen, müsbət 2 glikoza. Başa düşdünüz? Ha? Müsbət mənfi. Ay Dəniz. Bax, bayaqdan ödəydim. 1 saat az aç oranı. Mənim sərrətdir. Sen git ama ben de bir ders başlayanda iştahın açılır. Bak ben kaçta gittim yemek pişirdim yedim geldim.
Ben bir saat dinleyince sen git iyi gel. Ben yüzüme bakatmış daha katılır. Uşaqlar bir dəfə dərs keçirəm. Şey yoxdur, 7-ci sinifdə Ömər. Ömər məni çərrədibdi. Ücə gördüm ki, başıma qan sızıldı. Ürəyim yatır. Ağam, nə qədər deyirəm, bu uşaq götürmür. Ücə təsirsə əlim ayağım əsim. Dədəsi də qabaqcadan pul verirdi. Nə də bu uşağı çıxardıb turlaya bilmirəm ki, daha məni öldürdük bəs. Bir də gördüm ki, dədəsi bilir, bax. Dədəsi, bax, bu dəqiqə deyəcəm nə eləyir uşaqlar. Dədəsi bilir, bax. Dərs keçmişəm. Dərs keçirəm, dədəsi bilir, bax. Belə deyirəm, bilirsən. O da ki, birinci nətər eləyir, stol üstündədir. Səsi diliyi başına götürür. İstəyirəm ki, uşağa nəsə başı salım. Kəs qoymur ki, uşağa çata. Mən də ağlamaq tutur. Hissənmişəm, uşaq başa çıxmır. Axır o qədər əsəbləşdim ki, dedim ay Ömər, dədənə deyirəm ki, o sarımsaq düyəni. Dədənə deyirəm o sarımsaq düyəni yığışdırsın. Çömçə, qazanın çömçəsini yığışdırsın. Ay nə qədər gülmüşəm. Dəniz məni görən kimi iştahı açılır. Bləx görür, heç nə tapmıyor da, bilsən dəniz nə eləyir. Ağzına bıçaq qızarır görüb. Allah mənə səbir versin. Allah mənə səbir versin ki, bu tutaraq bu dövrü. İndi elə bir ki, bilmirəm üzümdə nə var ki, bu uşaq iştahı açılır. Allah bizi güldürsün. Bax, indi o şəkili gördünüz uşaqlar. Bax, bir tərəfdə günəşdir, karbon qazıdır. Bu bax yoxdur bu torpaqdakı minerallar, bir də su. Bunların dördü yarpaqda fotosintez prosesi gedir. Oradan oksigen gedir, bir də glikoza ayrılır. De görüm ay Şəms, onu desəndən sonra Uğur deyəcək. Müəllimə, orada günəş işığı, son karbon qazı, son minerallar, mən glikoza, son da oksigen. Qadır, Oksigen sonra glikoza. Dedim ki, al yarpağın ağzının bu üzündə biridir, bu üzündə biridir. Yarpağın bu üzündə günəş işığıdır. Karbon qazıdır, minerallardır, bir də sudur. Bunların üçü yarpaqda. Bax, bütün oksigeni də bu tərəfə gördün, oksigen verir, bir də glikoza verir. Ağacın bir tərəfində biridir, bir tərəfində biridir. Bir tərəfindəkiləri bir çəkirsən, adını bir deyirsən, bu tərəfində də bir deyirsən. Burada nə var ki? Hə? Şəkilə baxdın. De görüm Ayğur. Günəş işığı. Mən günəş işığı, karbon qazı, minerallar və su. Bunlar yarpaqda fotosintez gedir. Alınır nə? Oksigen, bir də glikoza. Mən glikoza. Bunun bir hissəsini də özləri qidalanır. Bir hissəsində görsən başqa heyvanlar gəlir, bundan yiyir, enerji götürür. Başa düşdünüz? Aşağı düşək. Burada aşağıdakı şəkildə nə var? Bax, günəş gəldi, bitkiyə girdi. Başa düşdünüz? Bitki tənəffüs elədi. Atmosferdən karbon qazını uddu, bitki tənəffüs elədi. Burada nə alındı? Heyvan tənəffüs eləyir, karbon qida zəncirinə daxil olması. Çürümə. Görək nə deyir burada? Bitkinin özü də çürüyür. Sonra heyvan da tənəffüs eləyir, karbon qazı buraxır. Sonra fosil yanacaqları da karbon qazı buraxır. Burada atmosferdəki karbon qazı. Burada oxu görək nə deyir burada? Oxu görək. Dəniz yoxa çıxdı gəlin. Karbon atmosfer canlı orqanizmlər torpaq arasında dövr edir. Deməli, karbon harada dövr eləyir? Atmosferdə, bir də uşaqlar neçə yerdə dövr eləyir? Baxın. Atmosfer 1, canlı orqanizmlər 2, torpaq arasında 3. Bax, 1, 2, 3. Bu 3 dənə arasında dövr edir. Bu proses təbiətdə karbon dövranı adlanır. Karbon dövranı zamanı karbon qazı müxtəlif proseslər nəticəsində atmosferdən udulur və yenidən atmosferə qaytarılır. Karbon dövranı əsasən 3 proses: fotosintezdə, yanacaqların yanması və canlıların tənəffüsü nəticəsində baş verir.
Atmosferə hardan gəlir karbon qazı? Birinci Hadi. canlılar tənəffüs edir. İkinci fosil yanacaqlarından yarandı. İki bir də fotosintez prosesində oldu. Deyək fotosintez prosesi nəticəsində atmosferdəki karbon qazı bitkilər tərəfindən uduldu. Bu zaman karbon müxtəlif qida maddələrinin tərkibinə keçir, qida zəncirinə daxil olur. Daha sonra bitkilərlə qidaların canlı orqanizmdə baş verən proseslər nəticəsində bu maddələr karbon qazını əmələ gətirir. Daha sonra bitkilərlə qidalanan canlı orqanizmlərdə baş verən proses nəticəsində bu maddələr karbon qazını əmələ gətirir. Yaranan karbon qazı tənəffüs prosesi nəticəsində yenidən atmosferə qayıdır. Bax, deyir, nə olur uşaqlar? Deməli, nə proses baş verdi uşaqlar? Uşaqlar, bitkilər nə eləyir? Oksigen buraxır, amma karbonu udurlar. Düz deyil. Bitkilər karbon qazı udurlar. Bir. Sonra Mənim səhifə neçədir? səhifə 101. 101. Oxuyuram, uşaq bilmir harda. Deməli, fotosintez prosesində atmosferdəki karbon qazı bitkilər tərəfindən uddu. Bitkilər tərəfindən udulanda bu müxtəlif maddələrin tərkibində bitki canlıların bədəninə keçir. Başa düşün uşaqlar? Baş verən proses nəticəsində karbon qazı əmələ gətirir. Və sonra da daha sonra bitkilərlə qidalanan canlı orqanizmlərdə baş verən proses nəticəsində bu canlıların bədənində karbon qazı yaranır. Eşidirsən uşaqlar? Və sonra da tənəffüsdən çölə çıxır. Uşaqlar bir dənə qulaq alsın da. Mən gedir meyvə yeyirəm. Başa düşdüm. Ya gedir göygərti yeyirəm, soğan yeyirəm, aşdara yeyirəm, nə bilim kartof yeyirəm, bunu yeyirəm. Onların tərkibində karbon qazı olur. Və mən o karbon qazını udanda, yeməyi yeyəndə bədənimə karbon qazı gəlir. Və o da yenidən nəfəs alanda bədənimdə karbon qazından çölə qayıdır. Başa düşdünüz? Axı mən oksigeni uduram, karbon qazını buraxım. Canlıların hamısı ilə. Başa düşdünüz? Bax, bu da devrilik. Başa düşdünüz? Devrilik. Təbiətdə də karbon qazı atmosferə hardan gəlir? Birincisi gəlir atmosferə canlı orqanizmlər. Mən nəfəsimi verəndə karbon qazı verirəm. Sonra atmosferin özündə var, bir də torpaqda var. Başa düşdünüz? Hər üçündə dövr edir. Karbon qazı dövr edir. Sonra nə deyil? Baş verir, proses nəticəsində maddə karbon qazı əmələ gətirir. Yaranan karbon qazı nəfəs vasitəsilə atmosferə, həmçinin fosil yanacaqları yandıqda da onların tərkibində karbon elementləri oksigenlə birləşərək yenidən karbon qazı əmələ gətirir və atmosferə qarışır. Karbon qazı vulkanların çürüməsi, canlı qalıqlarının çürüməsi nəticəsində də baş verir. Deməli, karbon qazının nəyindən danışdıq uşaqlar? Karbon qazının dövranından danışdıq. Başa düşdünüz? Bax, uşaqlar, canlılar, bitkilər, qulaq alsın. Bitkilər o havadan karbon qazını udur, oksigen buraxır. Dənizlə Fuad, açın üzünüzü. Ay Dəniz, gözləyirəm, tez ol. Uşaqlar, 5-10 dəqiqəmiz qalıb, icazə verin qutaraq. Mən də yorulmuşam. Mən də insanım, 6-cı gün istirahət günümdə, amma işləyirəm. Deməli, nə proses gedir uşaqlar? O havada o karbon qazı olur. Karbon qazını bitkilər udur. Orada olan oksigen qazı buraxırlar. Karbon qazını bunların bitkilərin gövdəsində, meyvəsində bir yolla biz canlılar onunla qidalananda tək biz yox, dovşanıdır, nə bilim, odur, budur, meyvəsidir, hər şeyi yeyirsən də. Hamı yeyir axı bu yaşıllıqdan bitki ilə qidalanır. O keçir biz canlıların tərkibinə, bədənimizə. Başa düşdünüz uşaqlar? O bizim bədənimizə keçir və biz canlılar nəfəs alanda bədənimizdən o karbon qazı qalxır, havaya keçir. Başa düşdünüz mü nətər dövrün elədi? Atmosferdən keçdi bitkiyə, bitkidən keçdi bizə, bizdən qayıtdı atmosferə. Atmosferdən qayıtdı bitkiyə, bitkidən keçdi bizə, bizdən qayıtdı atmosferə. Bir də fosil yanacaqların tərkibində də var. O fosil yanacaqları yananda, uşaqlar, ondan da karbon qazı qalxır göyə. Başa düşdünüz? Ona görə atmosferdə həmişə bu karbon qazı dövr edir.
Başa düşdünüzmü uşaqlar? Bunu yadınızda saxlayın. Söhbət ondan gedir. Həmişə biz bitkilər havadan karbon qazını udur, oksigeni buraxır. Onların canında qalan karbon qazını biz o yaşıllığı, meyvənin nə varsa onu yeyəndə bizim bədənimizə keçir. Bizim bədənimizdə də tənəffüsümüzdən qayıdır o atmosfer. Yəni bir üçbucaq yaradır. Bax belə. Bax belə bir bu dəqiq. Müəllimə, biz bunların məktəbdə keçməmişik. Bunlar düşə bilər. Sala bilərlər. Ona görə də qoy mən tarix ilə 2-3 dənə dərs elə böyük bir dərs. Keçmişsiniz, canınız sağ olsun. Daha yaxşı. Ayşəqla bir sizə nə olubdu? Bax belə bir üçlük var. Görürsünüz ekranı. Ha? Uşaqlar ekrana baxın. Bu atmosferdir. Bu atmosferdir. Bu şeydir, bitkidir. Bu da canlı. Uşaqlar ekranı görürsünüz. Ha? Uşaqlar sakitcə mənə qulaq asın. Bax, mən bir əsəbləşmək vaxtım var. Mən əsəbləşəndə çox pis əsəbləşirəm. Siz görmürsünüz. Elə uşaqlar var ki, vəbşə qrupdan çıxartmışam. Uşağı qrupdan çıxartmışam. Ana yalvar yaxın sonra götürmüşəm. Sakitcə qulaq asın. Atmosferdəki karbon qazı. Gəlir bitkilər bunu götürür. Bu da oksigen buraxır. Eləmi? Buradan da gəlir biz canlılar bunu yeyirik. Biz canlılar bu bitkiləri yeyirik. Bizdə o karbon keçir. Eşidirsən mi? Bu da tənəffüsdən qayıdır atmosferə. Gördünüz uşaqlar? Proses budur. Atmosferdən bitkiyə, bitkidən canlılara, canlıdan atmosferə. Bir də şeydən gedir. Şəkilə baxın uşaqlar. Bir dənə 101-dəki şəkilə baxın. Fosil yanacaqların yanması. Baxdınız? Baxdınız mı fosil yanacaqlara? Bəli. Fosil yanacaqlarda gördüyünüz hamısı göründü. Oradan da qayıdır, buradan da qayıdır. Gəldi deməli dövran bu oldu. O qədər. Yaxşı, onda istixana effekti və qlobal istiləşməni keçmirəm. Deyəcəksiniz ki, mənim bu bizə düşmür. Allah elə düşməsin. Qalanları 2-3 dərs. Neçə dərsimiz qaldı? Neçə dərsimiz qalır uşaqlar? 3 dərs oradan bir dərs buradan. 4 dənə dərsimiz qalır. Mən demək olar ki, uşaqlar, deməli mən sizə belə bir məsələ deyim. Bundan sonra biz onda təbiət keçməyəcəyik bir də. Niyə keçmirik səndə? Niyə keçmirik? Hamısını keçdik də demək olar. Yox, heç elə təkrar da elədik. Daha bu təbiətin təkrarını eləməyəcəm. Bundan sonra keçəcəyim. 2 dərs keçəcəm, 2-2. O birisi həftələrdən başlayacağım şeyə. Coğrafiyada nə qədər qalır? Ümumi tarix. Coğrafiyada nə qədər dərsimiz qalır? Coğrafiyada nə qədər dərsimiz qalır? Coğrafiyadan mən coğrafiya kitabım. Qoy mən deyərəm. Neyinirsən gətirmə. Coğrafiya qalır da. Bu coğrafiya nə qədər oxuyursan oxu. Qutarmır. Xeyri yoxdur. Xeyri yoxdur. Nə qədər oxu. Ay başına deyim. 6-cı sinif. Bu birinci dərs ki, bu da mən hövsələdən çıxartdım. Birinci sinifdə onu oxumursunuz. Birinci krislərini bilmirsiniz. Qutarmışıq coğrafiyanı. Şeydəyik də, vətəndaşlıq vəzifələri bundayıq, eləmi? 1, 2,
3 dənə dərsimiz, 3-4 dənə dərsimiz qalıb. Tarixə keçəcəm əsas. Bunların hamısını şey eləyəcəm. Vacib lazımdır onlar. Tarixi necə keçəcək? Bunların hamısını elə vəbşi hərəsini bircə gündə keçəcəm. Bir gün coğrafiyanı, bir gündə bir gündə təbiəti tamamlayarıq. Ondan sonra tarixi keçəcəm. Çünki ən vacib tarixdir. Nəsə deyirsən, nəsə bildirdin ay Şəms. De görüm nə dedim. Aç səsini aç. Eşitmirəm. Xeyr, ay müəllim, heç nə demirsən. Bir günə bizim neçə 2 həftəmiz qalıbdı. 2 həftəyə qədər də bir günü bunu tutaraq. Mənə elə gəlir təbiəti tam təkrarladıq. Təbiət hamısına vacib lazım idi. Ona görə ki, kimya, fizika, biologiya. Üçünün də əsası buradan gedir. Coğrafiya da buradan öz ayrıdır. Heç buradan gedir. Bu sizə vacib lazım idi. Heç birinci sinif, təbiətin birinci bölümündə güclü dərslər var. Onlar keçilmişdir. Belə eləyəcəm. Gələn həftənin bir gününü tam tarixə sərf eləyərik. Coğrafiya sərf eləyərik. Bir gününü də təbiətdə də qalır, əməlli başlı qalır. Təbiətdə də əməlli başlı qalır uşaqlar. Bax, fosil yanacaqlar heç geçsin. Bir dənə şey qalır. Buna bir gün sərf eləyərik. Yer planeti, Günəş sistemini. Buna bir gün sərf eləyərik. Bir gün buna sərf eləyərik, bir gün də coğrafiya. Amma əsas tarixi keçib qutaracam. İlin axırına kimi tarixi keçib qutaracam. Bilirəm ki, Fuat yayda gələcəkdir. Şəmsi bilmirəm, gələcək gəlməyəcək. Şəms qüvvəli uşaqdır, Şəms istəyərəm götürüm. Yəqin ki, şey də gələcək. Nədir? İlkin də yəqin gələcək. Təməl. Dənizi bilmirəm. Dəniz yayda deyəsən, sən istirahətə gedəcəksən. Eləmi? Sən yorulursan mı? Rayona gedəcəm müəllimə. Dəniz yorulubdur yəqin. Dəniz gedər. Şəms də görüm, sən nə deyirsən? Şəms nə deyirsən? Heç nə müəllimə. Şəms gəlməni istəyərdim yayda. Sən qüvvəli uşaqsan, istəyərəm gəlməni. Baxaraq da görək. Allah deyən olsun. Amma tələbələrim var, onsuz da tələbələrim var. Amma burada da keçəcəm də. Bakıxanovda da dərsimiz olacaq. Yəni olacaq o. Bakıxanovda üzbəyiz olacaq dərslərimiz. Ora gələ bilərəm, ola bilsin. Yaxın da olsa buradan vurur. Orada canlı olacaq dərslərimiz. Üzbəyiz. İnşallah. Baxaq da görək Allah. Amma belə orada da Uğurgil, Dənizgil kimi. Belə gəlsə onlar da həftədə ayda 2 dəfə onlar gələcəklər. Amma biri var orada gündəlik dərslər olacaq üzbəyiz. O da olacaq. Hansı nədirsə bilmirəm. Allah deyən olsun. Yaxşı olar inşallah. Uşaqlar gedin dincəlin. Sabah sizə uğurlar. Ümidvaram ki yazacaqsınız. Amma ki bu əziyyət çəkdik. Amma elə hesab edirəm əməyinizin bəhrəsini görərsiniz. Bu əməyinizin bəhrəsini görərsiniz. İnşallah. Sağ olun. Mənim müdürlük akademiyası olacaq indi bu yıl. Nətəri? Salmaq istəyirəm. Nə görürsən sizə dərs saldım. Salmaq istəyirəm. Müdürlük akademisi dərsləri salmaq istəyirəm. 7-lərə dərs çox qaldı. Sizin dərsiniz çox qaldığı üçün keçirə bilmədim. Salacam. Amma yayda daha geniş keçəcək yolları. Yayda çox dərslərimiz olacaq. Bilmirəm. Bugün olacaq. Bir fikrim yoxdur hələ. Olmağını istəyirsiniz? Fərqi yoxdur. Aysə, mən yorulmuşam, sizi bilmirəm. Ben bütün gün sizdən məşğul olmuşam. Ona görə də baxarıq vəziyyətə. Tamam, sağ olun uşaqlar. Görüşərik. Sağ olun. Salam müəllimə. Bir daha. Mən indi gəlmişəm evə nasıl. Elə ilk